Dostlar, bu videoda mən sizlərə Windows Server 2023 Core üzərində yeni bir lokal userin yaradılması, həmin userə administrator hüququnun verilməsi və sonra da həmin user vasitəsilə serverə RDP vasitəsilə qoşulmanı, ondan sonra istəsək əgər administrator qrupundan userin çıxardılması və yaxud da ki, həmin useri tamamilə silməyi göstərəcəm sizə. İndi isə deməli, hal-hazırda mən serverə RDP vasitəsilə qoşuluyam və mən Windows Server Core'un yəni interfeysini görürəm. Demək, mən yeni useri PowerShell və script ilə yaradacam, kodlar ilə yaradacam bir sözlə. Deməli, mən hazır kodları özüm üçün şablon saxlamışam və sizə də göstərəcəm. Deməli, yeni lokal user yaradacamsa, yaradacağım userim adını təyin edəcəm. Mən IT Labs adını yaradacam. Parolumu təyin edirəm. Və full name hissəsində təbii ki, istəyim uzun olaraq yaza bilərəm. Əlavə məlumat olaraq da istədiyim kimi yaza bilərəm. Mən də hal-hazırda IT Labs olaraq qeyd olunub, siz bunu istəyinizə uzun olaraq yaza bilərsiniz. Sonra da IT Labs userini biz artıq burada administrator qrupuna əlavə edəcəyik. Ondan sonra RDP ilə qoşulmanı yoxlayacağıq. Əgər RDP ilə də qoşulma uğurlu olsa, artıq biz hər hansı bir userin, yəni yaratdığımız userdir burada təbii ki, ama bu bir neçə user ola bilərdi, bizdə real şəbəkədə. Həmin userin, yəni administrator qrupundan necə çıxacağını göstərəcəm mən sizə. Necə çıxa biləcəyini, daha doğrusu PowerShell vasitəsilə. Sonra isə artıq biz həmin useri tamamilə silə biləcəyik. İndi isə mən sizə Windows Serverdə PowerShell'ə necə keçəcəyinizi göstərəcəm. Təbii ki, Core versiyadan söhbət gedir. Burada 15-ci seçim var. Exit to Command Line, yəni CMD interfeysindən çıxır. Artıq PowerShell'a gedir. Biz burada 15 biraz Enter vursaq, artıq bizdə PowerShell açıldı. Yəni S-Command-dən çıxdı və artıq PowerShell'a gəldi. İndi isə gəlin birinci komandamızı kopyalayaq. Tam olaraq kopyalamalıyıq ki, xəta olmayıb. Copy. Və buyur. Sağ düyməni klikləyərək mouse üzərində komandanı buraya yapışdırıram və Enter'i də. Mən də hal-hazırda error verdi. Bu nə ilə bağlıdır? Bircə saniyə. IT Labs lokal yazıyor. Bir saniyə. Mən yenidən komanda kopyalayıram. Və Enter vururam. Bu dəfə artıq error verir. Mən sizdən öncə, yəni bu useri yaratmışdım deyə, sadəcə silməyi unutmuşdum. Ona görə məndə, yəni komandanı daxil edəndə ilk öncə error verdi. Lakin sonradan həmin useri sildikdən sonra artıq komandanı daxil edəndə belə bir ekranla qarşılaşıram. Yəni userimin adı və description olaraq da mən IT Labs yazmışdım. Təbii ki, siz nə yazmışdınızsa onu görəcəksiniz. İndi isə artıq bizim yeni userimiz yarandı. Yaxşı, gəlin həmin userə biz artıq administrator hüququ ilə copy və sağ düymə Enter və budur. Artıq bizim userimiz administrator hüquqlu bir userdir. Yəni, mən ayıbsın hazır seçildi. RDP ilə vasitəsilə qoşulmağa çalışaq və userimə qeyd edirəm IT Labs və artıq parolumu da edirəm. Gördüyünüz kimi userim və həmin user parolu OK edirəm və budur. Artıq mən Windows Server 2023 Core'a, yəni yeni yaratdığım user vasitəsilə də RDP ilə qoşula bilirəm. Təbii ki, bunun üçün RDP sizdə aktiv olmalıdır. Bunu da bundan öncəki videoda necə ediləcəyini mən sizə göstərmişəm. Səhifənin tam olaraq açılmasını gözləyirəm və budur. Gördüyünüz kimi eyni qaydada, yəni administrator ilə necə girmişdiksə eyni qaydada
görsənir və buradan biz istədiyimiz seçimi edə bilərik. İndi isə mən IT Labs üzərini bağlayıram, yəni ESP vasitəsilə qoşulduğumu. İndi isə gəlin həmin useri administrator qovluğundan məhrum edək. Yəni standart sadə bir user olsun. Komandamı kopyalayıram. Sağ düymə vuraraq həmin komandanı yapışdırıram və enter edirəm. Artıq mənim userim administrator deyil. Yəni administrator qrupundan silindi, remove olundu. Yaxşı, bəs mən həmin useri tamamilə silmək istəsəm, onda sadəcə bu komandanı kopyalayıb PowerShell'də yapışdıraraq enter vursam kifayət edir. Və mən artıq qoşulunu etsəm, edit vasitəsilə user qeyd etsəm və parolunu təyin etsəm, gördüyünüz kimi belə bir user olmadığına görə artıq error verir. Bəs yaxşı, indi biz PowerShell ekranını, yəni işimizi bitirdik. PowerShell ekranından, yəni CMD bir öncəki ekranı necə qayıdacaq? Sadəcə PowerShell-lə exit yazmağınız kifayətdir. Gördüyünüz kimi enter vursanız artıq sizi S-konfiguran, yəni bundan öncəki interpreterə qaytaracaq. Və budur. Hal-hazırda yəni bizi Windows serverin CMD üzərində olan interfeysi qarşılayır. Oldu dostlar, sağ olun. Növbəti videolarda görüşənə qədər.